Belə peşmançılıq hissi keçdiyim hisslər var, açığı. İndi o bayaq dediyimiz kimi əsas peşmançılıq hissi odur ki, məndən asılı olmayan səbəbdən mən Olimpiya çempionu olmamışam. Amma məndən asılı olan səbəblərdən də var ki, mənim məsələn həddindən artıq çox ölkələrdən mənə dəvət var idi. Komandalarda ki, həmin o komandalarda oynaya bilərdim, özü yaxşı bir futbol da oynaya bilərdim. Adlı sanlı bir futbolçu kimi adımı da yazdıra bilərdim. Amma əfsuslar olsun ki, o vaxtı cavanlıq eləmişik. Nətər ki, indi bizim cavanlarımız xarici getmirə. Həddindən artıq indi biraz burada imkan var, pul var. Amma o vaxt o qədər də pul yox idi. Amma bizim düşüncə başqa idi. Nətər deyim də sizə. O vaxtı deyim sizə, biz indi məsələn futbolçulara dedik ki, get legioner həyatı yaşa. Biz onları məcbur elətdiririk ki, gedib oynasınlar. Biz onları başa salırıq. O vaxtdan bu əfsuslar olsun ki, o vaxt nabrot dedilər ki, getmə, qal burada oyna. O vaxt bizə də desəydilər ki, getmək lazımdır, oynamaq lazımdır. Bəlkə də fikirləşib getmək olardı. Amma o vaxt əfsuslar olsun ki, elə deyilən də yox idi. Elə məşqçilərin özləri də deyir ki, əşinə var ya orada, qal burada oyna. Amma əlbəttə ki, getsəydim yaxşı olardı. Təəssüf elədim. Hara gedə bilərdiniz məsələn? SSR vaxtında mən o Periodontiya turnirdə iştirak edəndə məni Türkiyədən də istədilər. Qalatasaraydı, Fənərbağçə qanası. Oradan rəhbərləri də gəlmişdilər. Seulda biz 25 gün olanda oradan elə bir məni aparmaq istəyirlər. Biz də SSR idi. Ona getmək çətin idi. Hə, onda getmək mümkünatı yox idi. Ondan sonra İsveçrənin bir komandası idi. Həmin o dövrdə deyirəm, İsveçrənin bir komandası idi. Koreyanın özü idi, Seul komandası idi. Onlara dəvət deyəndə məni aparmaq istəyirdi, imkan yox idi, mümkünatı yox idi. Amma belə baxanda, bu yan tərəfə gələndə Zenit komandasının Leningrad, o Zenit idi, Lokomotiv Moskva idi. Ondan sonra Spartak Vladikavkaz idi. Bax bu komandalar ki mənim Zenitdə Sadurin idi də həmin vaxt. O çağırırdı. Kim? Sadurin, Pavel Sadurin. O çağırırdı özü sizi. Yoxsa Morozov idi? Harda? Zenitdə. Çağıran sizi kim idi? Morozov idi yoxsa Zenitdə rəhmətli Əhməd Ələsgərov danışırdı. danışığı o idi. Hə, danışığı edirdi. Yəni ki, Əhməd Ələsgərov bizə baş məşqçi idi. Bildim. Komandanın baş məşqçi idi. Məni çağırdı. Allah rəhmət eləsin. Dedi, o vaxt onlarda kim idi? Dəqiq yadımda deyil açığı. Dedi 87-də Sadurin olmalıdı səhv eləmirəmsə, 88-də olmalıdı. Əhməd Ələsgərovun vaxtında. Neftçi Əhməd Ələsgərovun vaxtında. Neftçi, O bu onda 83 olur. Yo, şey 89. Sonrakı artıq sonrakı, hə, sonrakı hissədə. Bu sonrakı. 90-cı illər olmalı. Ayso, bax elə vaxtlarda. Perliqadaydıq. Hə, 89-90 olmalıdı. O vaxt elə bir ki dedi ki, Zenit Leningraddan səni istəyirlər, getmək istəyirsənmi? Mən də belə dedim, əşinə var ya orada, mən getmirəm, evim buradır. Nəsə getmirəm. Amma Lokomotiv Evliydiniz onda sözünüzü kəsirəm. 91-də evlənmişəm. Hə, evli deyildi, subay idi. Hə. Amma Lokomotiv Moskvaya gedəndə getdim orada bir gündə məşq elədim. Syomin idi o. Orada bütün şərait yaradırdılar. Adamın sabahı, evdir, maşındır, yaxşı maaş verirdilər, hər şey yaradırdılar. Prosta orada qala bilmədim. Orada qala bilmədim. Dedim yox, mən burada qalamıram, darıxıram.